Toyota Land Cruiser dünyanın ən sürətli yolsuzluq avtomobili olub. Kaliforniyada Mojave səhrasında yerləşən Aerokosmik Təcrübə Mərkəzinin uçuş zolağında avtomobilin tuning olunmuş variantı saatda 370 km-yə qədər sürət yığıb. Bu, Brabus Satellites tərəfindən yaradılmış V12 biturbo motorlu Mercedes-Benz GLK-nın qırdığı rekorddan təxminən saatda 31 km çoxdur. Avtomobilin sükanı arxasında NASCAR seriyasında iştirak etmiş Toyota'nın keçmiş yarışçısı Carl Edwards olub. Yürüyüş üçün 4 kilometrlik uçuş zolağı hazırlanıb. Pilot 2,5 kilometr məsafədə sürətlənməli idi ki, qalan məsafə təhlükəsizlik tormozlanmaya kifayət etsin. Bu nailiyyətə baxmayaraq rəsmi sürət rekordu əvvəlki kimi Brabusa məxsusdur. Markanın nümayəndələrinin sözlərinə görə Guinnessin rekordlar kitabında avtomobili yolsuzluq maşınları kateqoriyasına salmaqdan imtina ediblər. Bundan əlavə qeyd olunub ki, ən sürətli Brabusu almaq olar, amma bu Land Cruiser layihə kimi cəmi bir ədəddir. Ən sürətli Toyota Land Cruiser layihəsi keçən il SEMA sərgisində göstərilmişdi. Avtomobil 2000 at güclü, 2 Garrett turbinli 5,7 litrlik V8 motoru, peşəkar drag karların 3 pilləli sürət qutusu, yeni çıxış sistemi və DRD kuzov paketi ilə təchiz etmişdilər. Bundan əlavə avtomobil arxa ötürücülü olub, lakin əvvəlki kimi 2,5 tondan ağırdır. Maşının ilkin sürət ehtimalı saatda 354 km idi.